Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərtində deyilir: M parametrinin hansı qiymətlərində 2x kvadratı çıxılsın mx üstəgələk m çıxılsın 2 bərabərdir 0 tənliyinin həqiqi kökləri m böyükdür x1 kiçikdir x2 şərtini ödəyər. Biz verilmiş bu ifadəyə bir funksiya kimi baxsaq, kvadratik funksiyadır. Bilirik ki, kvadratik funksiyanın qrafiki paraboladır. Əgər bunun 2 həqiqi x1 və x2 həqiqi kökləri varsa, deməli parabola absis oxu ilə 2 müxtəlif nöqtədə kəsişir. X kvadratının əmsalı, yəni a, sıfırdan böyük olduğuna görə parabolanın qolları yuxarı yönəlir. Qolları yuxarı yönəlmiş bir parabola çəkirik və absis oxu ilə kəsişmə nöqtələrini x1 və x2 ilə işarə edirik. Deməli, bu oldu bizim y bərabərdir fx funksiyamızın qrafiki. x1 və x2 fx funksiyasının sıfırlarıdır, köklərdir. Yəni, f(x1)də 0-a bərabərdir, bir də f(x2)də 0-a bərabərdir. Qrafikdən görünür ki, x1 və x2 aralığından hər hansısa bir ədədi götürsək, məsələn, bir a ədədini götürsək, həmin nöqtədə verilmiş funksiyanın qrafiki koordinat başlanğıcından aşağı düşdüyünə görə mənfi olur. Yəni, f(a) bərabərdir, daha doğrusu, f(a) kiçikdir, 0 olur. Şərtdə isə verir ki, m x1-dən x2 aralığında yerləşir. x1 və x2 aralığında hər hansı bir nöqtəni m nöqtəsi kimi qeyd edirsək, buradan da görürük ki, funksiyanın m nöqtəsindəki qiyməti koordinat başlanğıcından aşağı düşür. Yəni, f m-də 0-dan kiçik olur. Deməli, sualı həll etmək üçün x-lərin yerinə m yazıb, ifadənin qiymətini 0-dan kiçik götürmək lazımdır. Buradakı x-lərin yerinə m yazsaq olur 2m kvadratı, çıxılsın m məqamında m kvadratı, üstə gəlinsin m çıxılsın 2 kiçikdir 0-dan. Sadələşdirsək m kvadratı üstə gəlinsin m çıxılsın 2 kiçikdir 0-dan. Vuruqları ayırsaq m çıxılsın 1 vurulsun m üstə gələk 2 kiçikdir 0 olur. Kökləri hər bir 0-a bərabər isə müsbət 1 və mənfi 2-dir. Mənfi 2 və müsbət 1-i intervalda qeyd eləsək, m-ə birdən böyük qiymət versə, məsələn 2 versə 2 çıxaq 1 müsbət, bu da müsbət edir. Deməli olur müsbət, mənfi, müsbət. 0-dan kiçik olduğuna görə mənfi 2-dən 1-ə qədər.